Vaxtınız xeyir olsun. Bugün maddələr mübadiləsi, vitaminlər mövzusunun test izahına baxacağıq. DIM test toplusu 2-ci hissədən. 16-cı sualdan başlayaq. Gəminin heyəti üçün şorba hazırlanarkən tərkibində 100 mg B qrupu vitaminləri olan çiy kələmdən istifadə olunmuşdur. Şorba bişəndən sonra onun tərkibində təqribən nə qədər B qrup vitamini qalacaqdır deyir. Biz bilirik ki, bitki mənşəli qidalar bişəndən sonra tərkibində olan B qrup vitaminin 20%-ni itirir. Yəni, əgər ümumilikdə 100% B qrup vitamini varsa bunun tərkibində 20%-ni itirmiş olacaq. Bizdə bişəndən sonra qalacaq 80% B qrup vitamini. İndi bizə deyir ki, çiy kələmdə 100 mg-dır B qrup vitamini. Bu 100 mg ümumidir. Yəni 100%-dir. Bişəndən sonra nə qədər qalacaq? 80% qalacaq. 80%-ə də X yazacağım. Buradan X edəcək 80 mg. Doğru cavab A bəndidir 16-da. 17. Həzm vəzlərinin, fermentlərinin təsirindən zülal, yağ və karbohidratlar hansı məhsuladək parçalanırlar deyir. Zülallar amin turşulara, bəli zülalların monomeri amin turşusudur. Yağlar glikoza və amin turşusu olmaz. Mürəkkəb karbohidratlar monosaxaridlərə, bəli, mürəkkəb karbohidratlar sadə karbohidratlara parçalanır. Yağlar gliserin yağ turşusuna doğrudur. Zülal glikoza gliserinə olmaz, səhvdir. 1, 3, 4 doğru cavab A bəndidir. 18. 20 nəfərdən ibarət gəmi heyəti 30 gün müddətinə gəzintiyə çıxarkən özləri ilə minimum nə qədər C vitamini ehtiyatı götürməlidir deyir. C vitamininin günlük miqdarı bir nəfər üçün 50, minimum, maksimum da 100 mg-dır. İndi minimum deyir deyə 50 mg-la hesablayaq. Bir gündə 50 mg-dır. 30 gündə nə qədərdir? 30 günü tapmaq üçün mən 50-ni vuracam 30-a. Cavab eləyir 1500. Cavab eləməliyəm. 50-ni 30-a vuranda 1500. Bunu bir nəfər üçün hesabladıq. Bizə deyir, gəzintiyə 20 nəfərdən ibarət gəmi heyəti çıxır. Bunun üçün mən 1500-ü də vuracam 20-yə. Bu eləyər neçə? 30.000 milliqram. Cavabda 30.000 milliqram cavabı yoxdur. Qramla var. 1 qram 1000 milliqramdır. 30.000-i 1000-ə böləndə alacam 30 qram. 19. Əgər bişmiş kələmin tərkibində 80 mg B qrupu vitamini qalmışsa, kələm bişməmişdən əvvəl bu vitaminin miqdarı nə qədər olmuşdur? Deməli, bişmiş kələmin tərkibində 80 mg B qrup vitamini qalıb. Bu 20%-ni itirir, 80% qalır. Onun tərkibində B qrup vitamini 80% qalır. Bu 80% 80 mg-a uyğun gəlir. 80 mg. Bizdən soruşur, bəs kələm bişməmişdən əvvəl nə qədər imiş? Yəni, bunun ümumisi 100% nə qədər imiş? X. Buradan X edəcək 100 mg. Doğru cavab D bəndidir. Aşağıda verilmiş bitki mənşəli qida məhsullarının hansının kütləsində daha çox karbohidrat var? Karbohidrat düyüdə, kartofda, çörəkdə daha çox olur. Düyünün də quru tərkibinin böyük hissəsi nişastadan ibarətdir. 21. Çiy ətdə 400 mg B qrup vitaminləri olduğunu qəbul edərək, bu əti suda bişirdikdən sonra oradan nə qədər B qrup vitamini qaldığını hesablayın. Ət bişdikdə 15-60% B qrup vitaminini itirir. 15-60%-ni itirir. Mən qeyd edirəm, 400 mg 100%-dir.
100%'dir. 15%'ni itirsə, qalacaq orada 85% B qrup vitamini. 85'i də X yazıram. Buradan X bərabər edəcək 340. 340. 15%'ni itirsə, 60%'ni itirmiş olsa 40 100%'dir. 60%'ni itirsə yerdə qalacaq 40%. 40 da X-dir. Buradan X bərabər edəcək 160. 160, 340 doğru cavab A bəndidir. 22. Sağlam insanın qanında glikozanın miqdarı artarsa hansı tədbiri görmək məsləhətdir? Glikoza artarsa. Adrenalin qəbul etmək, qida payında karbohidratları artırmaq, qida payında karbohidratları azaltmaq. Bədənə daha az karbohidrat daxil olmuş olacaq, nəticədə də qanda glikozanın miqdarı azalacaq. Glikogen glikoza çevrilməsində insanda bu prosesi bilavasitə tənzimləyən vəz məddəaltı vəzdir. Məddəaltı vəzin glikogen hormonu aclıq vaxtında glikogeni parçalayır, glikozaya və qana ifraz edir. İnsülin hormonu isə bunun əksinə təsir göstərir. Glikozanı glikogenə çevirir və qaraciyərdə depolayır. 24. Səhv müddəa hansıdır? Günəşin ultrabənövşəyi şüalarının təsir nəticəsində dəridə A vitamini əmələ gəlir. A yox, D vitamini əmələ gəlir. Elə səhv A bəndidir. 25. İnsan bitki mənşəli qida ilə qidalandıqda onun həzm kanalında hansı çevrilmələr baş verir? Bitki mənşəli qida ilə qidalandıqda nişasta glikozaya çevrilər. Glikogen glikozaya çevrilməz. Glikogen heyvan mənşəli qidalarda var. Yağ, gliserin, yağ turşusu olar. Doğru cavab 1, 3, D bəndidir. 26. İnsan heyvan mənşəli qida ilə qidalandıqda həzm kanalında hansı çevrilmələr olacaq? Nişasta bitkinin tərkibində var, heyvanın tərkibində yoxdur. Glikogen glikoza olar, zülal amin turşusu olar. Doğru cavab 2, 3, C bəndidir. 27. Aşağıdakı üzüm maddələrdən hansılar insan bədənində sintez oluna bilər? Glikogen sintez olunar. Məsələn, glikoza glikogenə çevrilir. Qaraciyərdə, əzələlərdə depolanır. 1 olar. Zülal da olar. Yağ da olar. Bax, məsələn, çoxlu kalori qəbul edəndə ya çoxlu karbohidratla qidalandıqda həmən karbohidrat, zülal yağa çevrilə bilir. Nəticə olaraq deyə bilərik ki, insan bədənində yağ sintez olunar. C vitamini olmaz. Vitaminlərdən deyə bilərik D vitamini insan bədənində sintez olunur. Günəşin ultrabənövşəyi şüalarının təsirindən dəridə sintez olunur. Amma C vitamini biz qidalardan əldə edirik. Birbaşa bədənimizdə sintez olunmur. 1, 2, 3 doğru cavab C bəndidir. 28. Yetişkin insanın bir gündə C vitamininə olan minimal tələbatı B2 vitamini olan minimal tələbatından neçə dəfə çoxdur deyir. Yetişkin insanda bir gündə 50-100 mg C vitamini lazımdır. Minimal deyir deyə 50 mg C vitamini, B2-də 2-3-dür. Minimalı 2-dir. Neçə dəfə çox olacaq? 25 dəfə çox olmuş olacaq. Doğru cavab Y bəndidir. Qrafiklərdə suda bişirilməmişdən öncə M və suda bişirildikdən sonra qidada qalan B qrup vitaminləri miqdarının zamandan asılı olaraq dəyişməsi göstərilmişdir. Deməli, M ilə bişirilməmişdən əvvəl, bu hissədə də bişiriləndən sonra miqdarı göstərilib. Hansı qrafik? Bitki mənşəli qidanın tərkibindəki B qrup vitaminləri miqdarının dəyişməsini düzgün əks etdirir. M olan hissədə bütün qrafiklərdə 100 verib M-i. Deməli, M-i 100 verib. Bu 100 mg bizim neçə faizimizə yoğun gəlir? Ümumidə də 100%-ə yoğun gəlir. Bişiriləndən sonra bitki mənşəlidə 20%-ni itirəcək, qalacaq onun tərkibində 80% B qrup vitamini. 80-ə də X yazıram. Buradan X tapası olsaq edəcək 80. N olan hissədə də 80 yazılmalıdır. O da Y bəndinə yoğun gəlir. 30. Yeməyin bişirilməsində istifadə olunan
bitki və heyvan məhsullarının tərkibində bərabər miqdarda cəmi 200 mq B qrup vitamin olmuşdur. Deməli, bitki heyvan məhsullarının tərkibində bərabər miqdarda 200 mq-dır. Buradan başa düşürük ki, 100 qram bitki mənşəlinin tərkibində var, 100 qram da heyvan mənşəlinin tərkibində B qrup vitamini var. Yeməyi bişirərkən maksimal miqdarda B qrup vitamini itirilib. Bişirdikdən sonra yeməyin tərkibində qalan bitki mənşəli B qrup vitaminlərinin miqdarı heyvan mənşəli B qrup vitaminlərinin miqdarından nə qədər çox olar deyir. Gəlin verilənləri qeyd eləyək. Bitki, buradan yazaq bitkini, aşağıdan da heyvanı. Hər ikisinin tərkibində 100 mq B vitamini var. Bitki mənşəli qidalarda B qrup vitamini 20% itirilir bişəndən sonra. Heyvan mənşəli qidalarda da maksimum deyil deyə 60% itirilmiş olacaq. Deməli, yerdə nə qədər qalmış olar? Əgər 20%-ni itirirsə də ümumi 100 mq-ın yerdə qalacaq bunun tərkibində 80 mq B qrup vitamini. Heyvanda da 60%-ni itirsə yerdə qalacaq 40 mq B qrup vitamini. İndi bitkinin tərkibində qalan 80, burada da 40. Neçə dəfə çox olmuş oldu? Dəfəmi soruşur. Nə qədər çox olar deyir? 40 mq çox olmuş olacaq. Doğru cavab B mənidir. 31. Şəkildə ox ilə göstərilmiş orqan haqqında deyilən fikirlərdən hansı düzdür deyir. Şəkildə oxla mədalatı vəz göstərilmişdir. Yalnız xarici sekresiya vəzisidir, yox qarışıq sekresiya vəzisidir. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb olur. Bu orqanın adı pankreasdır. Xarici sekresiya funksiyasının pozulması da pankreatit xəstəliyinə səbəb olur. Axacaqları kör bağırsağa yox, pankreatit xəstəliyinə səbəb olur. B bəndi doğrudur. Bizdən düzü soruşurdu. Onsuz da axacaqları kör bağırsağa açılır deyir. Yox, nazik bağırsağa açılır. Çanaq qarın boşluğunda yerləşir. Funksiyasının pozulması enterokolit xəstəliyinə səbəb olur. Enterokolit bağırsağın xəstəliyidir. D vitamini çatışmadıqda daha çox bərkiməz, osteomoriyasiya uşaqlarda olmur. Sümüklərin sərtliyi artmır, əksinə kövrək olur. Böyüklərdə osteomoriyasiya xəstəliyi yaranır. Bu cavab doğrudur. Uşaqlarda D vitamini çatışmadıqda rəxitlik, böyüklərdə isə osteomoriyasiya xəstəliyi yaranır. Nə üçün qusan uşağı bir yanı üstə uzadırlar? Qusan uşağı qusuntu kütləsinin nəfəs borusuna düşməməsi üçün bir yanı üstə uzadırlar. Ki, ağız boşluğundan kənara axsın qusuntu kütləsi, burundan nəfəs borusuna traxeya daxil olmasın deyə. Bugünlük bu qədər. Növbəti videolarda ardını çəkəcəm. Sağ olun.